Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi Sahlənin Mətbəxi kanalında. Əziz izləyicilər, bugün biz bu gözəl meyvəni, belə deyək, kompotunu hazırlayacağıq. Bu meyvəyə bizim zonamızda belə deyək, Yapon əzgili deyirlər. Bəzi zonalarda isə muşmura və sairə adlar deyirlər. İndi biz bugün bunun kompotunu hazırlayacağıq. Deməli, əziz izləyicilər, bunu hazırlamaq üçün bizə belə bir banka lazımdır. Aroma, meyvə, yəni Yapon əzgili, 1 stakan armudu stakan belə şəkər və rəngi yaxşı olmaq üçün belə tort rəngi. Biz narıncı, özü narıncı olduğu üçün narıncı rəng götürəcəyik. İndi ilk öncə əziz izləyicilər, götürdük meyvələrimizi bankamıza belə deyək, yığırıq. Beləcə tökürük. Hamısı beləcə edirik. Hamısını tökürük. Kim tamının çox çıxmağını istəyir, çox, kimsə az istəyir, az. Və rəngindən tökürük əziz izləyicilər. Bu rəngdən biraz, yəni kim tünd istəyir, tünd, belə açıq istəyir, açıq edə bilər. Bax, biraz çox getdi. Hamısını tökürük, sonra qaytararıq. Bax, belə kifayətdir. Bunu da qaytaraq yerinə. Belə və pesoğumuzu tökürük. Bir stakan da pesoğumuzu əlavə etdik. İndi çaynikdən qaynadılmış su əlavə edirik. Bismillah. Deməli, əziz izləyicilər, ağzına qədər doldurduq. Ağzını bax beləcə yaxşıca bağlayıb və bax görürsünüz, pesoğu zadı altındadır. Belə edirik, həm rəngi yaxşı çıxsın, həm də bir-birinə belə qarışsın. Baxın, əziz izləyicilər, görün necə gözəl bir, belə deyərdim, kompotumuz alındı. Belə də hazırlayın. Və hazırlayan hər kəsə nuş olsun deyirəm. Həm bax görürsünüz, rəng qatdıq, gözəl rəngi çıxdı. Yəni həm də belə dadı çox gözəl olur bu meyvəni. Yəni hazırlayın və süfrənizə qoyun. Bu qədər. Hər kəsə təşəkkürlər. Sağ olun, salamat qalın və kanalımıza abunə olmağı, videolarımıza like qoymağı unutmayın.